Salam aleykum Səbuhi qardaş. Aleyküm salam. Səbuhini biz təqdim eləmək istəyirik ki, Litvada ət kombinatında uzun müddət işləyib. Bu çəkilişdə də məqsədimiz odur ki, Litvada ət kombinatı haqqında, Litva haqqında, ümumiyyətlə Avropada bildikləri haqqında bizə bəzi məlumatları versin. Səbuhi, sən necə oldu Litvaya getdin? Demək olar 2022-ci ildə sizin vasitənizlə ət kombinatına müraciət elədik. Tez bir vaxtda da D vizası alındı. Bütün proseslər, deməli, gələn zəng, intervyu, viza, səfirliyə müraciət hamısı bir ayın içində baş tutdu. 22-ci ilin may ayının 31-i mən demək olar ki, buradan через Macaristan Litvaya getdim. Getdik, deməli, ilk növbədə orada qonaqları qarşılamaq üçün otel tipli istirahət mərkəzi var. Birinci növbədə istənilən qonaqları demək, əgər ofis işləmirsə, qeyri-iş gününə düşürsə, mütləq şəkildə orada qəbul edirlər. 2 gün, 3 gün istirahət edirsən. Ondan sonra sənədləri bir daha orada yenidən imzalanma gedir. Qəbul edirlər, hostelə öz belə deyim də, yataqxanalarına yerləşdirirlər. Yataqxanalarda da indi yeni yataqxanalar tikilib orada. Deməli, geniş yataqxanadır. 3 nəfər, 4 nəfər bir yerdə qalır, qəşəng səliqəli. Sonra ilk növbədə işlə tanış eləyirlər. Stajyor kimi başlayırsan fəaliyyətə. Bir çox sahələri var. Jilovka, pakovka, kalbasna oddel, sonra çoxdur, yəni addelləri çoxdur. Deyək ki, bir addeldə çətinlik çəkəndə ki, işləyə bilmirsənsə əgər, mütləq ki, sənin yerini dəyişirlər. Yəni, maksimum dərəcədə kombinatın rəhbərliyi, masterlər çalışırlar ki, sənə uyğun bir iş tapılsın ki, sən o işdə işləyəsən. Sonra mən kalbasa addelində işləyirdim. Bir 3 gün, 4 gün ərzində onu öyrətdilər mənə, fəaliyyət göstərdim. Demək olar ki, hər şey öz qaydasındaydı. Yemək vaxtındadır. Hansı saatda yeməyə getməlisənsə yeməyə gedirsən. Kurilka vaxtı var. Yəni iş deyək ki, sən işi yekunlaşdıra bilərsən, amma sən istirahət vaxtın çatdırsa, mütləq şəkildə gəlib istirahət vaxtını eləməlisən. Neçə saatdan bir istirahət olur? İstirahət saat 6-da başlayanlar üçün deməli 8-ə 15 dəqiqə işləmiş istirahət vaxtıdır. İndi mən neçə dəqiqə olur istirahət? Əvvəl 15 dəqiqədə, indi 20 dəqiqə ediblər istirahət vaxtını. Sonra demək 10 tamamdadır istirahət vaxtı, 20 dəqiqə artırıblar. Orada yenə də həmişə kimi. Ondan sonra saat 12-nin yarısı yeməyə gedirsən. Yeməkdə gün ərzində 2 dəfə verilir. Pulsuzdur. Yeməkdə nə verirlər? Yeməkdə pervi vtaroydur, sonra fərqli yeməklərdir da. Yemək olur belə, doymaq olur, yoxsa? Yox, doymağına problem yoxdur. Çünki istəsən, yəni yenə də götürə bilirsən, burada heç bir problem yoxdur o barədə. Sadəcə biraz öyrəşmək lazımdır yeməklərə ki, yəni biraz fərqli yeməklərdir. Əslində deyim ki, elə ən yaxşı yeməklər onların yeməyi ki, tam qaydasındadır da. Sağlamlığa ziyanı yoxdur. Sağlamlığa ziyanı yoxdur. Biraz ağız dadı biz biraz fərqli öyrəşmişik. Ona görə bir balaca, yəni vaxt lazımdır, zaman lazımdır ki, öyrənəsən. Biz dadlı yeyirik, onlar amma vitaminli yeyirlər. Vitaminli yeyirlər, belə bir şey. Sonra yeməkdən sonra əgər yeməyini tez yeyib gedib yenə də istirahət otağı var. Orada xatçı falan belə şeylər var. Kofe içə bilərsən, telefonla danışa bilərsən, sonra siqaret çəkə bilərsən, kofe içə bilərsən. Belə. İş vaxtı telefona icazə verirlər istifadə etməyə. Təhvil verirsiniz orada. Hə, orada özünün sənin şkafın olur, açarı, telefonun, siqaretin rəyini əsdirir, hamısını qoyursan ora, sonra gələndə təzədən istirahət vaxtlarında götürüb istifadə edirsən. Bəs neçə six var? İşlər barədə danış görüm. Təzə gedən adamlar necə işləyə bilər orada? Sexlər çoxdur. Mən deyərdim ki, Avropada, yəni bildiyim Litvada, yəni bildiyim ən yaxşı şirkətlərdən biridir ki, şirkət yəni səni heç vaxt incitməyə çalışmır. Yəni mən hətta tanıdığım adamlar olur ki, onlar 5 addel dəyişiblər. Yəni 5 addelə qədər bunlar yəni maksimum dərəcədə çalışıblar ki, bu şəxs burada qalsın işləsin də. Yəni onu
Çünki zaten orada prosedur belədir ki, ofisin rəhbərliyi də maraqlanır səndən ki, masterlər səni incitmir. Yəni masterin də elə bir fikri yoxdur ki, səni incitsin, narahat eləsin, yəni belə deyim də bir üstünə qışqırsın, elə bir şeylər yoxdur. Sən sadəcə olaraq işini görürsən, məsələn, yəni öyrənirsən, səni elə bir yerə təyin edirlər ki, sən orada işi başlayırsan öyrənməyə, bir çətin bir şeylər yoxdur. Biraz məsələn jilovkada zətdə biraz məsələn biraz sürətli işləməlisən. Ümumiyyətlə proses elədir ki, saat başına işlədiyinə görə sən biraz sürətli işləməlisən. Yəni çox da deyim ki, sənə ləngiyəndə sənə gəlib heç kim heç nə demir. Sadəcə olaraq yəni işləməlisən də. İndi zamesiyan eləyirlər, görürlər. Hə də, çünki masterlər nəzarət eləyir. Çünki sənin məsələn tamamda sən istirahətə çıxırsansa, master gəlib səndən nə xahiş edə bilməz, nə də tələb edə bilməz ki, sən tamamda istirahətə getmə qalıb 5 dəqiqə işlə. Çünki sən istirahət eləməyəndə sən öz vaxtından elə ki almış olursan. Ona görə də hər şey qaydası ilə, vaxtı ilə. Vaxt tamam oldu, çıxıb gedə bilərsən istirahətinə, plus da iş vaxtı qutaranda. İş vaxtı prosesləri belədir. Demək, elə iş vaxtları var ki, onlar rovna saat işləyirlər. Deyək ki, məsələn, səhər saat 6-da gediblərsə, misal üçün 5-də də qutaran var, 7-də də qutaran var. Hə, bunlar rovna saata tənzimlənir, o işlər o saata qutarır. Məsələn, mən kolbasa dilində işləyirdim, mənim işim elə idi ki, mən gün ərzində mənim üçün təyin olunan hansı ki, istehsal olunacaq ətlər var ki, onlar mənim istəyimdən asılı idi. Yəni ki, mən hansı saata istəsəm, o saata qutara bilərdim. Mən məsələn, günorta saat 3-də də qutara bilərdim, 5-də də qutara bilərdim və yaxud axşam saat 8-də də qutara bilərdim. Yəni, o mənim istəyimdən asılıdır. Elə proses, çünki orada masterdə məndən tələb edilməyəcək. Çünki mən sifarişləri belə hazırlayıram, o proses mənim istəyimdən asılı idi. Təbii ki, indi çox da ləngitmək olmaz. İndi sən, məsələn, bir istehsal deyək ki, məsələn, hündüşka əti təyin olunub, orada mal əti təyin olunub, toyuq əti təyin olunub. Bunların istehsalını biraz maksimum dərəcədə vaxtında. Çünki proses də elə idi ki, onun kolbasanın paketləri dəyişdirilməlidir, sonra lentaları dəyişdirilməlidir, zajimləri qoşulmalı idi. Bu proseslər biraz vaxt aparan şeydir. Ona görə də heç bir şey demirdilər. Deməli, mən 5 günlük qrafikdə işləyirdim. 5 gün iş, 2 gün ev. İndi orada hal-hazırda deməli 4 gün iş var, 4 gün ev var. Qalan o 4 gün ərzində deyək ki, məsələn, axırıncı 4 günlükdən istirahətdən çıxıb, işdən çıxıb, bir gün istirahət edib, sonra yenidən işə, yəni masterə əvvəlcədən deyirsən ki, məsələn, mən filan tarixdə səhər saat 8-də və yaxud da 6-da işdə olmaq istəyirəm. Bunlar səni təyin edirlər və əlavə maaş kimi də yazılır. Bugünkü günün maaşı nə qədərdir orada? Hal-hazırda deməli qeyd olunan 4.60-dır. Deməli 4.64. Mən deyirlər 5 avrodan başlayır. Amma 5 avrodan başlayır. 5.60-dan başlayır. Yəni mən deyirlər ən aşağısı 5 avrodur hocam. Müqavilə bəli, 5 avroda. Müqavilə olaraq elə göstərilir, amma yəni mən ora gedən bizim o tanışlarımızdan, yaxınlarımızdan, yəni heç birinin bu dəqiqə hal-hazırda, çünki zaten biz gedən vaxtı da hələ o vaxtda 4.20, 4.40 idi, amma biz də getdik 5.10-dan başladıq. Hal-hazırda da indi maaşları demək olar ki, yanvar ayında bir partiya qalxıb, yenidən bir də deyirlər ki, mart ayında yenidən bu ayın axırına qalxmalıdır. Hal-hazırda deməli bizim uşaqlardan işləyənlər var orada 6.60 alırdı. Onun yaxşı işlədiyinə görə onun fəaliyyətini belə deyim də, həm kameradan nəzarət edirlər, həm masterlər özləri nəzarət edirlər, görürlər ki, nə cür fəaliyyət göstərir və çağrı müqaviləsini yeniləyib 8.59-a qaldırıblar. 8.59-a qaldırıblar, bəli. Yəni o qədər maaş da verilir orada. Bəli. Nə iş görür orada? Brutto 11 nə qədərdir, netto 8.59-dur. O jilovkada işləyir, ətlərin belə deyim də telefirlə gəlir. Çünki orada elə bir şeydir ki, yəni deyək ki, məsələn, heyvanın bir qol hissəsi gəlir, o qol hissəsini zaten bu onsuz da bunu öyrədiblər. Bu öyrənəndən sonra buna deyiblər ki, sən burada məsələn stajyor kimi işləyə bilməsən, sən masterə keçirsən də, deyək ki, məsələn, bu işi biləni kimi başlayırsan fəaliyyət göstərməyə. Usta kimi, hə? Hə, usta kimi fəaliyyət göstərsən. Orada elədir ki, deməli o deyək ki, məsələn, qol gəlib, bu qolun hansısa bir hissəsi çıxarılmalıdırsa, ona bir adam baxır. Yəni sonra gedəcək məsələn deyək ki, o sümükdən aralanacaq, ona başqa adam baxır.
ətlərin içində məsələn orada elə iş var ki, deyək ki, məsələn ətlər doğranılıb hazırlanıb, onların içində adam sümük axtarır. Yəni onun içində sümük var yoxsa yoxdur. Yəni bunun işi bundan ibarətdir. Sonra gecə növbələri də var. Gecə növbələrinin belə deyim də maaşları biraz fərqlidir, yüksəkdir. Maaşları yüksəkdir. Onlar səhər saat 6-ya qədər ruj işlərini qurtarmış olarlar. 5-6 belə deyim də 5:30-a qədər ruj işlərini qurtarmış olarlar. Yəni onlar iş vaxtı səhər saat 6-nın yarısında yekunlaşmalıdır. Çünki növbəti partiya saat 6-da gəlir. İşə birinci partiya saat 6-da gəlir işə. Növbəti belə deyim də 4 gün işlədin, 4 gün istəsən işləyə də bilərsən. Yəni heç kim səni məcbur eləyə bilməz. İstəmirsən, işləmirsən. Və işləməsən başqa nə ilə məşğul olmaq olar? İşləməsən Taksi fəaliyyətinə icazə var. Taksi fəaliyyəti də, taksi fəaliyyətinə də icazə var. Biraz qaydaları bir balaca çətinləşdiriblər orada. İndi gərək oranın pravasını alasan. Pravası alınmalıdır. Biraz da bir balaca sertifikat problemi yaşayır cəmaət şeylə bağlı. İngilis dili sertifikatı ilə bağlı. Amma kuryer kimi fəaliyyət göstərmək çox qəşəng mümkün. Yəni maşın alıb belə deyim də kuryer kimi fəaliyyət. Bəs kuryer kimi işləmək orada sərfəlidir, yoxsa əlavə saatında gedib zavodda işləmək? Yox, əlavə saatında gedib kuryer kimi işləmək daha sərfəlidir. Çünki zaten sənin bir vacib bir işin var. Necə ki bizdə bankda işləyirlər, sonra 6-dan sonra taksi fəaliyyətinə məşğul olur, bir çoxsu. Elə bir şey. Çünki o zaten sənin işindir. Çünki çox o qədər yaxşı şirkətdir ki, məsələn, oranın belə deyim də atqazı çox redqa halda olunur ki, sənə həm oturumun prosesi tez verilməsi, yəni даже Litvanın özündə sən əgər oturuma ikinci səfər müraciət edirsənsə, kombinat vasitəsilə bir həftə ərzində oturumun verilir. Bir həftə ərzində sənin oturumun yenilənir. Ay sağ ol. Səbuhi bu günləri deməli 11 mart 2025-ci ildir. Məndən hal-hazırda oranın rəhbərliyi yeni adamlar tələb eləyirlər. Ona görə sən də orada işləyən adam kimi çağırdım ki, cəmaatımıza ümumi doğru məlumat verəsən. Mən buradan harasa da göndərirəmsə insanları, mən orada özüm gedib işləməmişəm. Yalnız məlumat əsasında elə bir bu vətəndaşlarımızı harasa da yönəldirəm, gedib özləri işləyirlər. Amma sən orada işləyən adam kimi məndən dəfələrlə çox bilirsən. İnsanlara sən verən məlumatı mən verə bilmirəm. Ona görə də səndən bir söz də soruşum. Yadında sən məndən əlaqə saxlayanda deyirdin ki, yorulmuşam, 2 nəfərin yerinə işləyirəm. Elə oldu, sən oradan çıxdın, getdin, başqa yerdə işlədin. Və sonra da bugünkü gün içində çox təəssüf eləyirsən. Bax, mən istəyirəm ki, ora gedib işləyəndə orada işləmək yaxşıdır, yoxsa çıxıb başqa yerə getmək yaxşıdır? Sən çıxan adam kimi peşmançılıqları dilə gətirib adamlara deyəsən ki, ey insanlar, getdiyiniz yerdə işləyin, birinci, həm Azərbaycanlılara güvənsinlər, inansınlar. İnandırım, neçə yerə mən müraciət eləyirəm, deyirlər ki, Azərbaycanlılar işləyən deyil, gələn kimi qaçırlar, nə bilim, söz mübahisə eləyirlər. Onlar da hamısı başı sakit elə bir bu adam istəyirlər də, işləri var, deyirlər ki, qardaş, verdiyimiz pul budur. Deyir, bizim verdiyimiz pula razı deyilsə, bizdən deyir, viza alıb ya da kart alıb istifadə edib, gəlib qaçıb getməsinlər Almaniyaya. Bir də məsəl üçün işləməyib gedib o başqa ölkələrdə icazəsiz qalıb, sonra peşman olanlar haqqında da denən ki, cəmaət məsəl üçün o gedib o peşmançılıqları çəkmədən əvvəlcə bilsinlər ki, o əziyyətlə qalıb, qatlaşıb işləmək daha yaxşıdır. Kim gedib o çox maaşa ki, Almaniyaya qaçıb gedib, sonra da dezerti kimi qalmaqları. Bax, bunlara sən bir dənə aydınlıq gətir, zəhmət olmasın. Deməli, mən 22-ci ildən getməmişdən əvvəl də Avropa haqqında bir geniş araşdırmalar eləmişdim, özüm üçün maraqlanmışdım. Bakı şəhərində fəaliyyət göstərən 100 şirkətin 95-ində demək olar ki, mən olmuşam. Onların verdiyi vədləri də mən bilirəm ki, hansı tərəfi yaxşıdır, hansı tərəfi pisdir. İlk növbədə qeyd edeyim ki, Litva oturumu ilə gedib digər ölkədə Litva oturumunun vasitəsilə fəaliyyət göstərmək qeyri-mümkündür. Bu çox mümkünsüz bir şeydir. Bunu kim deyirsə yanlışdır. Kimlər vəd edirsə boş söhbətlərdir. Yox, yalnız işə götürən şirkətin özünün başqa ölkədə işi varsa, öz işçilərini aparıb işlədə bilər. Sadəcə olaraq
deyək ki, məsələn X bir şirkətin oturumunu alıb gedib bir Y bir şirkətin oturumunu. Hə, o mümkün deyil, qanunsuzdur. Bəli. Amma ezam mümkündür. Ezamla gedib işləyə bilərsən. Deyək ki, o qədər tikinti şirkətləri var və yaxud da tır şoferləri var ki, Litva oturum vasitəsilə digər ölkələrdə fəaliyyət göstərirlər. Çox yaxşıdır. Hər şey öz qaydasındadır. Oturumları da vaxtı bitəndə yenə onlar şirkət özü müraciət edir, tezliklə də alır. Mən deməli getmişəm, bəli. Mən əziyyətin demək olar ki, ilk mərhələsini, ən əsası, ən vacib olanı ilk növbədə sən evindən uzaq düşürsən. Bu, yəni elə bunun özü bir başlayır bir çətinlik yaratmağa, bir narahatçılıq yaratmağa. Getdin işə, başladın, müəyyən bir vaxt ərzində adaptasiya olursan, öyrəşirsən, öyrəşəndən sonra mütləq şəkildə ki, sənin üçün o şeylər adi olacaq, o şeylər çox rahatçılıq olacaq. Oranın mühitini öyrənəsən, çox qəşəng təbiəti var, çox gözəl havası var, insanları da belə deyim ki, yəni özünü öz yerində, öz yurdunda hiss edirsən. Deyək ki, məsəl üçün getmisən, sən öyrəşmisən hansısa bir rayonumuza, orada doğulmusan, orada da özünü yəni belə şey kimi hiss eləmirsən, narahat hiss eləmirsən. Yəni hər şey öz qaydasında. O formalaşma neçə ay çəkir? Mühitə uyğunlaşma. Çox güman ki, bir 2 ay qədəri çəkir də, 2 ay, 3 ay qədəri çəkir. Yəni ilk növbədə gedənlərdən ilk növbədə yəni məsləhətim odur ki, getdikləri yerdə mütləq şəkildə ki, qalsınlar, yəni bir müəyyən bir zaman aralığında. Sonra görəcəklər ki, həqiqətən də qalmağın bir faydası varmış. Çünki zaten mən bu şeyləri, bu proseslərdən mən keçmişəm, belə deyim də, özümü orada gözlətmişəm, çox qalmamışam da, yəni çünki qalmış olsaydım, qalmış olsaydım əgər, məsələn, bugünkü gündə də bu proseslər hamısı öz qaydasında olmuş olardı, məsələn, digər fəaliyyətlərim olardı. Yəni, getmək, öyrəşmək, deyək ki, getdiniz, düşdüyünüz sahədə bir balaca sizə, məsələn, narahatçılıq varsa, o işə, məsələn, adaptasiya ola bilmirsinizsə, masterinizə müraciət edirsiniz, master böyük məmnuniyyətlə sizi yönəldir başqa bir şey. Yəni, oradan, belə deyim, şirkətin marağında deyil ki, çünki şirkət zaten sizə xeyli xərc çəkir, müəyyən xərcləri var onun ki, siz orada gedib fəaliyyət göstərsiniz, yəni o az bir miqdara başa gəlmir. Şirkətin də marağındadır ki, siz oraya getmişsinizsə, işləyəsiniz. Yəni, səndən xoşum gəlmədi, yox, bu işdə mən səni çağırmışdım, bu işə sən bu işdə işləyə bilmirsən, səni göndərim, çıxıb gedərsən, elə bir şey yoxdur. Şirkət maksimum dərəcədə çalışacaq ki, sən orada hansısa bir işə düşüb, adaptasiya olasan, öyrəşəsən, ondan sonra sənin də işin qaydasında olsun. Maaş prosesləri də belədir. Yəni, şirkətin bugün bunu kəsim, o sabah onu kəsim, elə bir şeylər yoxdur. Deməli, 20-sinə qədər getdiyiniz hansı gün ki, fəaliyyət göstərirsiniz, həmin ayın içində mütləq şəkildə müəyyən bir məbləğdə avans alasınız və növbəti ayın 20-sinə qədər maaş alasınız. Deyək ki, 15-i 20-si arası, hər ayın 15-i 20-si arası maaş alırsınız. Oturumla da gedənlər mütləq şəkildə ki, gedib bankdan kart alırlar. Maaşlar da dediyim vaxtında balansa köçür. Və sonra müəyyən zaman aralığında, deyək ki, məsələn 5 ay, 6 ay işləyəndən sonra müəyyən bir məbləğdə kredit götürə bilərsiniz. İstəyim ki, sizə aylıq, məsələn, maşın almaq istəyirsinizsə, müəyyən bir vaxt keçəndən sonra oturumunuzun vaxtı bitənə qədər kreditlə maşın götürüb, dediyim kimi, kuryer fəaliyyəti və yaxud da digər fəaliyyətlərlə məşğul olmaq mümkündür. İndi orada işi elədir ki, oturuşub yavaş-yavaş o prosesləri tapmaq lazım. Yəni, öyrənmək lazımdır ki, bunun çətinliyi nədir, rahatçılığı nədir. Sonra sən gedəndə heç qəssab kimi burada işləmişdin? Yox, mən fəaliyyətim asan da öyrənə bildin orada? Mən 3 günə öyrəndim. Deyim ki, mən sizə deyim ki, əslində mənim gördüyüm iş çox çətin bir şeydir. Öyrənilməsi belə bir çətin şeydir. Zaten mən gedəndə oradan gedəcək adamı, hansı ki mən öyrətdi, oradan gedəcək adamın bir 3 gün vaxtı var. Yəni maksimum mən 3 gün ərzində onu öyrənməliydim. Mən də sonra bilməyəcəklərim, çünki proseslər bəs dediyimiz kimi bahalı dəzgahlardır. O dəzgahda məsələn hər ətin özünün kalbasa forması, ölçüsü, çəkisi, istehsalı var. Yəqin ki, onu kalbasa ilə məşğul olanlar daha yaxşı bilərlər. O bir 3 gündə mən bir xeyli şeylər öyrəndim, amma bilmədiklərimdə yəni yazdım ki, sonra mənə çətinlik yaratmasın. Mən sizə deyim ki,
İlk günlər məsəl üçün mənim iş saatım çox olurdu ki, mən bunları elə bir şeydir ki, həmin gün üçün o istehsalı təhvil verməlisən. Yəni bu gün sənin üçün deyək ki, məsələn 3 ton təyin olubsa, sən mütləq şəkildə o 3 tonu təhvil verməlisən. Yəni o növbəti günə qala bilməz. Çünki qaydası budur. Mən onu istələr deyək ki, biraz vaxt zaman aralığında qutarırdım, amma sonra keçəndən sonra deyək ki, mən onu saat 3-də də qutara bilirdim. Yəni bu işi saat 3-ə qədər. Bəs içərinin temperaturu necədir? İçərinin temperaturu mən belə deyim də, mənfi maksimum mən orada 2 görmüşəm. Mənfi 2 görmüşəm. İşləmək olur o temperatur. Əlbəttə ki, o veriləcək paltarlarda ki, hansı tam belə kip boğazlı gödəkçələr verilir sənə, polverlər verilir. Onun üstündən üst geyimlər var. Məsəl üçün, ən əsası orada sənin, deyək ki, məsəl üçün üst geyim, ağ forma geyimsən, o geyimin islanma məsələsi var ki, o islansa sənə daha çox soyuq təsir edə bilər. Onun üçün də adnarazlının üst geyimləri var, plyonkadan, əlcələ. Bunlar da adnarazlı. Yəni, sən hər dəfə kurulkaya getdikcə, bunu çıxardırsan, hamısı atırsan zibil qutusuna, sonra gələndə yenə təzələrini götürürsən. Bəs o qədər geyim, məsəl üçün, narahatçılıq yaratmır? Yox, heç bir narahatçılıq yaratmır. Çünki narahatçılıq yaratması, belə deyim də, onun kirlənmə prosesidir ki, sən o paltar kirləndikcə sən biraz ağırlaşma olar, islanma, biraz iyisinin, qoxusun belə. Bunlar da sənə 2 dəstəyin olunur. Sənin özünün də, belə deyim də, paltar dəyişdiyin yerdə, geyim yerində sənin özünün rəfin olur. Çirkli paltarını aparıb atırsan, o gedir yuyulmaya, verilən ayaqqabılarda istilik durbaları var. Keçirdirlər ona ki, sən əgər soyuqdursa, növbəti gün işə gələnə qədər o tam qurusun. Zaten o su içərisi islanmır, sadəcə biraz soyuqluq ola bilər. Ki, bir balaca soyuqluq olsun. Paltarlar da ki, hər gün 2 dəstəyin olur, hər gün dəyişirsən. Yəni, bəs əlaqən yoxdur, bugünkü gün üçün nə qədər bir ayda qazanmaq olar? Mənim bir aylıq, indi baxır, belə deyim də, oranın bir o şey yaxşıdır ki, məsəl üçün istirahət, zaten ora zavod 24 saat fəaliyyət göstərdiyinə görə, zavodun hansı ki bayram, bunların hər ay bayramları olur. Deyim olar ki, bayramsız ayları keçirilmir. Və bayram günlərində də sən işə düşəndə, sən deyək ki, məsəl üçün, bugün 10 saat iş saatın yazılıb, 10 saat bayram günü fəaliyyət göstərmirsənsə, onlar onu 20 saat kimi qeyd edirlər. Yəni 2 qat olur. Ola bilər ki, sən 3 gün bayram vaxtı 3 gün işə düşə bilərsən. 3 gün, yəni sən 10 saat işləyirsənsə, sənin üçün 60 saat yazılır. Deyək ki, 30 saat, əlavədə 30 saat yazılır. Yəni o da növbəti o deyək ki, bonus kimi yazılan 10 saat aşağı məbləğlə vurulmur. Elə hansı saatla hansı saatla işləyirsənsə, o saatla da qeyd olunur. Hal-hazırda belə deyim də mən qalacaq şəxslərin deyək ki, məsəl üçün 3 nəfər bir yerdə qalırsa, çox güman ki, orada onlarda məsəl üçün ofis rəhbəri də maksimum dərəcədə çalışır ki, Azərbaycanlılar bir yerdə qalsınlar. Başqa millətlə də qalmaq heç bir problem yaratmır hərənin. Çünki orada elə bir prosesdir ki, gecə növbəsindən də gəlib işləyən var, gündüz növbəsində işləyən var. Orada hamı bir-birinin səs baxımından hamı bir-birinə normal yanaşır ki, çünki gündüz növbəsindən gedib işləyən, yatan, belə də o problem yaratmırlar bir-birlərinə. Yataqxana ilə iş yeri aralıdır? Yaxındır. Yox, piyada gedib gəlirsən? Yəni ofisdən, yataqxanadan çıxdın, maksimum 3 dəqiqə işləsin. Piyada. Hə, çünki pilləkənlə düşürsən, mühafizənin yanından keçib növbəti pilləkəndən qalxırsan. Bəs yaxşı, bir aya nə qədər qazanc əldə etmək olar? Bir aya, mən belə deyim də, hal-hazırdakı məsəl üçün gedib fəaliyyət göstərəcəyin məbləğlə ortalama minimum 1050 qazanmaq mümkündür. Avro. Bəli, 1050 qazanmaq mümkündür. Təmiz, vergi çıxılandan sonra. Bəli, vergi çıxılandan sonra. İndi orada məsəl üçün ola bilər ki, məsəl üçün müəyyən saatın aşağı saat işləyərsən, deyək ki, bu gün məsəl üçün 9 saat işləyərsən, sabah 11 saat işləyərsən, bu müəyyən bir aralığında məsələn 950, 960, 1100 arası dəyişir. Amma istisnaları çox güman ki, çox vaxtı 1000 avrodan yuxarı olur. Bəs maksimum nə qədər qazanmaq olar? Maksimum qazanılması 1400 olur, 1250 olur, 1300 olur. Baxır o iş saatlarına. Bəs bir il işləyəndən sonra ödənilən vergini nə qədər qaytarırlar geri? O barədə elə bir çox geniş məlumatım yoxdur, qaytarılması, amma mümkündür ki, qaytarılsın. Sadəcə burada biraz belə deyim də,
Əsas odur ki, o maaş məbləği sən iş fəaliyyətinə baxırlar. Maaş məbləğini qaldırırlar ki, məsələn, sən görürlər ki, sənin iş fəaliyyətin çox yaxşıdır. Mütləq şəkildə ki, maaşı qaldırırlar. Məsələn, belə deyim də, iş saatın masterlər tərəfindən yazılır. Deyək ki, misal üçün mən dəfələrlə olub ki, məsəl üçün 8-ə 20 dəqiqə, deyək ki, və yaxud da 7-yə 20 dəqiqə qalmış, məsəl üçün mən getmişəm, master mənim saatımı tamam yazıb. Deyək ki, 20 dəqiqə mən işdən, yəni işimi yekunlaşdırmışam. Əslində məsəl üçün master onu deyək ki, 40 dəqiqə kimi yazmalıdır, amma götürür məsəl üçün onu sənə hörmətlə yanaşır, onu tamamlayır. Deyək ki, məsələn 15 dəqiqə qalmış. Masterlə hansı dildə danışırsınız? Rus dilində. Rus dilində bilmək nə qədər vacibdir? Rus dilində bilmək mütləqdir. Həm onun sənə tapşırdığı işləri görmək üçün çox yüksək dərəcədə bilməyə ehtiyac yoxdur. Sən fikrini çatdıra bilirsənsə, onlar da sənin danışığında hansısa bir belə deyim, işlətdiyin ifadələrdə sən bunu doğru deyə bilmirsən deyə bir şeylə kinayə ilə yanaşmırlar. Sadəcə sən ona fikrini bildirdin, o da səni başa düşdü. Yəni bu kifayət eləyir. Ancaq bilinməsi mütləqdir ki, intervyulardan keçəndə, miqrasiyanın intervyusundan keçəndə, onlarda da belə deyim də, ehtiyac yoxdur. Çox belə fantastik dərəcədə bilmək. Özünü idarə edəcək dərəcədə bilirsənsə kifayət eləyir. Bazarlıqlar da ki, dediyim kimi 3 nəfərin bir yerdə qalması və yaxud da 4 nəfərin bir yerdə qalması çox yaxşıdır ki, bazarlıq eləyəndə, məsələn, belə deyim də, 2 gün üçün, 3 gün üçün bir yerdə, məsəl üçün 80 avro, 100 avro çox kifayət qədər şey. Bir aya bir adama nə qədər yeməyə pul çıxar? Bir aya bir adam üçün, mən deyim ki, sizə 200 avro kifayətdir. Yəni adam siqaret çəkmirsə, evə nə qədər pul göndərə bilər onda? Evə, yəni belə deyim də, ayına 1050 qazana biləcək adam, yəni təbii ki, onun gedib, məsələn, molla və yaxud da istirahət yerlərində, kafe, bar, belə bir şeylər əgər yoxdursa, belə əlavədən xərcləmirsə, elə ancaq işi ilə məşğuldursa, yəni ortalama minimal 700 avro göndərə bilər. Bəs necə göndərmək olur oradan bura evə? Onun üçün proqramlar var, onlar belə deyim də, çox aşağı prosentlə, aşağı tutulan faiz dərəcəsi ilə. Məsəl üçün nə proqramı? Proqramların açığı adı MyPlay-dir, nə bilim. Belə bir şeylərdir. Yəni orada belə deyim də, ard-ardına məsəl üçün çox göndərdikcə faiz dərəcələri düşür aşağı. Məsələn, orada istənilən, məsələn, köhnədən işləyən bir iş yoldaşına yaxınlaşıb, mən bu kart hesabıma bu məbləği göndər. Mən sənə atım, çünki Azərbaycan kartına oradan köçürürsən. Hə, Azərbaycan kartına. Orada pullar kartınıza köçür də. Bəli, hesaba köçür. İlk növbədə başlanğıc gedən kimi hesaba köçür. Əgər sən kart açdırmamısansa, Paysera hesabına köçür. Sonradan, yəni yaxın bir müddət ərzində getsən, kartını alırsan, bank kartı. Bank kartına köçür. Oldu, çox sağ ol, Səbuhi. Xeyli geniş məlumat verdin. Nə tövsiyə eləyərdin? Tövsiyə eləyərdim ki, getmək istəyənlər, fikri olanlar, əgər istəyirlərsə getsinlər işləməyə, Avropada işləməyə istəyirlərsə, kombinat, ümumiyyətlə kombinat çox, mən deyərdim ki, iş yerlərinin içində şəxsən mənə görə ən idealıdır. Təəssüf ki, mən özüm orada qalıb işləməmişəm, müəyyən səbəblərdən əslində qulaq asmamışam. Çünki müəyyən bir zaman aralığı var ki, mən onu keçirtməliydim. Ondan sonra biz də belə deyim də, aldandıq, başqa məbləğlərə çıxdıq, getirdik və mən oradan çıxıb gedənlərin normal bir yerdə bir fəaliyyət göstərdiyini rastlamamışam. Biz 2022-ci ildə Valih müəllimin vasitəsindən bir 40-a yaxın səhvləmirəmsə, o vaxtı təxminən o qədər adam getdi. 40 nəfər var idi ki, Biz də deyəsən siz gedəndə başqalarından çox ucuz getmişdiniz. Hə, biz gedəndə çox ucuz, bizdə çox ucuz, həm tez, həm ucuz başa gəlmişdi. Bir səhvləmirəmsə 40 neçə nəfər uşaq var idi. Onların içindən 2 nəfər ya 3 nəfərsə öz problemlərinə görə atqaz aldılar. Amma qalan hamısı, yəni çox sürətli şəkildə proseslər, çünki biz getdiyimiz bir ay nə qədər idi, ardınca bir 10 neçə nəfər gəldi. Onlar da siz demişdiniz yəqin ki, mən bir yerdə qarşılamışdıq. Onlar istirahət sonrasında getmişdilər, orada 2 gün istirahət eləmişdilər. Sonra gedib kombinatın yataqxanasına yerləşib, sonra 2 gün sonra iş fəaliyyətinə başlamışdılar. Buranın ən gözəl üstünlüyü, ilk növbədə deyim ki, bir çox şirkətlər var ki, məsələn, qalmaqla bağlı yer çox pul istəyirlər.
yemək vermirlər. İlk növbədə deyim ki, ən üstün cəhəti şirkətin normal yataqxanaları var. Orada qalırsan, əgər orada qalmaq istəmirsənsə, deyək ki, keçib məsələn 2-3 nəfərlə başqa bir ev tutmaq istəyirsənsə, yaxınlıqda yaşayış obyektləri var, yaşayış yerləri var. Orada qalmaq istəyirsənsə, məsələn 2 otaqlı üçün 200-250 avro civarında qala bilirsən. Əgər gedib orada qalmaq istəyirsənsə, şirkət sənin üçün, sən onun yataqxanasında qalmayanda sənin maaşını əlavədən 80 avro pul verir. Onun yataqxanasında qalmadığın üçün 80 avro əlavədən pul verirsən. Zaten çünki burada qeyd olunub yataqxana pulsuzdur. Gün ərzində 2 dəfə yemək verir. Yeməyin ikincisinə getməyib əlavə saatına yazdıra bilərsən. Deyək ki, məsələn, yarım saat yemək vaxtıdır, mən getmirəm, iş fəaliyyətimlə məşğulam. O sənin yeməyinə yazılır. Belə deyim də, iş saatına yazılır. Məsləhət ki, getmək çətinlik istənilən yerdə olur. Bunun Amerikasına da getsən, öz rayonuna da getsən, hara getsən fərqi yoxdur. Çətinlik hər bir yerdə olur. Məsləhətdir ki, bir qardaş kimi məsləhət edirəm ki, getdilər, müəyyən zaman aralığında fəaliyyətə başlasınlar, biraz dözsünlər, adaptasiya olmağa çalışsınlar, yüksək ruh yüksəkliyi ilə işə getsinlər. Təbii ki, iş elədir ki, saat müddətində işlədiyin üçün onlar sənin, məsələn, istəmirlər ki, sən də boş dayanasan. Yəni, məsləhət ki, getsinlər, ən vacib olanı qalıb işləməkdir. İnanın Allaha, mən orada qalıb, dayanıb işləyənlərin bugünkü gün hamısının uğurunu görürüm. İndi onların adı da çəkiləsi deyil, təbii ki. Mən onlarla əlaqəm də var. Şükür Allah, özləri üçün hər bir şərait də yaradıblar, hər bir şey də eləyiblər. Ailəsi ilə orada qalanlar var. Çox qəşəng adlı ev tutub. Hətta bir dostumuz var, yoldaşı analıq məzuniyyətindədir. Şirkət vaxtında köçürməsini eləyir ona, analıq məzuniyyətində olduğuna görə. Bir 3 illə qalasıdır yəni. İnşallah ki, Allah can sağlığı versin onlara da. Hər şey öz qaydasındadır. Getmək və başqa yerə getməmək. Dayanmaq, ilk növbədə yüz ölçüb bir biçmək. Yəni, başqa vədlər verilir ki, gəlin, məsəl üçün, deyək ki, orada işlədiyin müddətdə bir balaca çətinliklər olur, bir balaca örgəşmək olur, o işə istənilən işdə, ofis işində belə burada getsən, sənin fəaliyyətin məlum məsələdir ki, biraz örgəşmək lazımdır. Gözləyirlər ki, məsələn, təşrif edirlər ki, gəl başqa yerə, burada yaxşıdır, bu qədər pul ver, hamısı boş şeylərdir. Yəni, maksimum dərəcədə getdiyin yerdə qalmaq, işləmək, həm ilk növbədə sizdən sonra gedənlər üçün yaxşıdır o, çünki şirkətin marağında olur ki, buradan gələn bu bir qism şəxslər işləyiblər, yaxşıdırlar, növbətdilər üçün də şans yaradım, yol yaradım. Yəni, getmək, işləmək və mən deyim ki, sizə elə bir zaman gələr ki, siz orada ayınız 1700-1800, hansı ki, indi bizim tanıdığımız bir böyük qardaşımız var orada, o fəaliyyətindədir. Maşallah, indi də 859-dur, 860-sə məbləğ yazılır. Yəni da minimal, yəni aylıq minimal, mən bilirəm ki, bu adam aylıq minimal 198, 190-200 saat aralığı saat yazılacaq. O da yəqin ki, 1500-1600 civarında pul edir. Və mən bilirəm ki, müəyyən bir zamandan sonra, çünki şirkət 22-ci ildən bu yana daha da məqsəd qoydu ki, maaşları çox yaxşı vəziyyətə gətirsin, çıxarsın. 22-ci ildən bu yana indi çox güman ki, bir müəyyən zaman aralığında orada maaş, deyək ki, hətta 11 alanlar var mənim. Orada tam əti sümükdən ayrılan, profesional, necə ki, bizim qəssablarımız var yaxşı, əti sümükdən ayrılanlar var ki, onlar 12 avroya qədər alırlar. Çox rahat. Yəni, sən o mərhələyə qalxmalısan. Yəni, sən istəyirsənsə qalxmaq, yəni burada heç kim sən nəyisə öyrənmək istəyirsənsə, burada heç kim sənə mane olmur ki, yox olmaz. Çünki zaten elə bir şeydir ki, burada bu qəssab tələb olunur. Bəli, bu qəssab tələb olunur. Utena şəhər olaraq necədir? Utena şəhər olaraq çox qəşəng sakit bir yerdir. Ətraf hamısı meşədir. Marketlər, belə deyim də, bir piyada olaraq maksimum 10 dəqiqəlik məsafədə yerləşir. Bir neçə yerdə marketlər var. Bəs Vilniusdan nə qədər aralıdır? Vilniusdan 1 saatlıq. Buradan gedəndə necə getmək yaxşıdır? Buradan gedəndə
Çerez Gürcüstan da getmək rahatdır. Deyək ki, Vilniusa. Aha. bəli, Vilniusa gedib. Neçə olur bilet təxminən? Bileti belə deyim də, hansı ki sənədlər ki siz məsələn oturum alan şəxs ki, deyək ki, məsələn ki, tam əmindir ki, oturuma hazır olur, müəyyən bir vaxt aralığında gələcək. O oturub məsələn vizer vasitəsindən Gürcüstandan uçuşlara baxa bilər. Məsələn elə bir məqam olar ki, o Gürcüstandan uçuşu 50 avroya qala bilər, 40 avroya qala bilər, 60 avroya qala bilər və yaxud da 100 avroya qədər ala bilər. Çerez Macaristan da yaxşıdır. Ancaq Macaristandan birbaşa avtobusla Flixbusdan səhvləmirəmsə, bunun vasitəsilə birbaşa almaq olur. O da Çerez Polşa 24 saat yol gedir deyəsən, Bəli, uzaqdır. 24 saat. Bir balaca uzaqdır. Bəs buradan Macaristana samolyotla, oradan da samolyotla Litvaya. Oradan səhv eləmirəmsə Macaristandan Polşaya, Vilniusa yoxdur, dəqiq bilmirəm. İndi bəlkə də uçuşlar yenə var. Mən son araşdırmalarımda görməmişdim. Ola bilər ki, var. Vilniusa gedib, Vilniusdan da 9 avro olmalıdır. Ya 6 ya 9 avro aralığında pulla Uteni şəhərinə gedə bilər. Dediyim kimi, əgər əlavədən fəaliyyət göstərmək istəyirlərsə, deyək ki, məsələn, əlavədən bir qazanc əldə etmək istəyirlərsə, tələsmək lazım deyil mənim. İlk növbədə gedən kimi mən tez bir zaman aralığında gedim, məsələn, kuryer fəaliyyətlə də məşğul olum. Bir ilk növbədə özünü, çünki bir çox adamlar için mən qarışıq deyirəm də, gedən kimi çox bir belə deyim də, bir tələsməklə istəyirlər ki, məsələn, oradan da qazanc əldə eləsinlər, buradan da qazanc. Bir ilk növbədə adaptasiya olmaq lazımdır. Tam o şəhərin mühitini, tam insanları gördüyün, çünki gedib orada görəndə məsələn Azərbaycanlıları da görəsən, təbii ki, ən çox məsələn Litvalıları görəsən və yaxud da Ukraynalıları görəsən. Münasibət necədir bizim millətə qarşı? Yaxşıdır mən deyim ki, çox rahatdır. Məsələn, mən orada olduğum müddətdə mənim məsələn bir polisin belə saxlayıb məsələn sənədimi yoxlanmasını görmədim. Yəni sən özün yaxşısansa, belə deyim də, oranın qaydası belədir. Sən özün yaxşısansa, sənə qarşı da hər şey yaxşıdır. Təbii ki, müəyyən digər ölkələr var ki, o da biraz fərqlidir. Məsələn, mən Vilniusda bir xeyli müddətdə Vilniusda olmuşam. Çox doğmadır mənim üçün, çox rahatdır, hər şey öz qaydasındadır. Yəni insanların sənə qarşı reaksiyası sıfırdır. Yəni heç elə bir ki, sən orada elə bir tək gedirsən öz şəhərində. Yəni bizimkilərin orada mən deyim çox az şəkildə məsələn belə deyim də qaydaların şeyinə uyğun olaraq, deyək ki, qaydalara uyğun olaraq bir Litvanlının belə sənə pis reaksiya verməsi mümkünsüzdür. Deyək ki, təbii ki, qaydalar çərçivəsində də ki, məsələn sənə söz açsın və yaxud da səni sıxışdırmağa çalışsın. Belə bir şeylər yoxdur. Belə bir şeylər yoxdur. Hə. Sonra nəsə deyirsiniz? Oldu, çox sağ ol. Buyurun. Allah razı olsun. Sağ olun. İnşallah gedənlərin də yolu açıq olsun. Getsinlər, ilk növbədə çalışsınlar ki, çox xırda bir çətinlik var. Vallahi onun belə deyim də bəhrəsini görəcəklər. Çünki mən o bəhrəsini görənləri gördüm. Mən də bilirəm ki, gedənlər mütləq şəkildə ki, onun bəhrəsini görəcəklər inşallah ki. İnşallah. Bir də demək istəyirəm ki, 50 yaşa kimi rus dilində bilən adamlar müraciət edə bilərlər. Yeni yerlər veriblər bizə. Amma Səbuhi qardaş demişkən, qarşınıza məqsəd qoyun ki, gedib orada işləyəcəksiniz. Bəli. Hər bir qaçan adama görə, işləməyən adama görə, mübahisə edən adama görə ümumiyyətlə Azərbaycandan adam götürmək istəmirlər. Oldu, çox sağ olun. Sağ olun, sağ olun. İnşallah yeni videolar olanda yenə də təqdim eləyəcəyik. İnşallah. Çox sağ olun. Sağ olun.